Hamıya salam. Unreal Engine daxilində bugünkü dərsimizdə replikasiya haqqında danışacağıq. Ümumiyyətcə multiplayer oyunlarda replikasiyanın nə olduğunu, necə işlədiyini, nələri mühərrik daxilində replikasiya edə biləcəyimizi öyrənəcəyik. İlkin öncə replikasiyanın ümumiyyətcə nə olduğunu sizlərlə öyrənək. Replikasiya dedikdə burada şəbəkəyə qoşulmuş bütün istifadəçilər arasında məlumatın sinxron şəkildə təkrarlanması nəzərdə tutulur. Yəni eyni əməliyyatı istər server, istərsə də klientlər arasında sinxron təkrarlanmağına replikasiya deyilir. İlkin öncə mühərrik daxilində komponentlərin replikasiyası haqqında ətraflı öyrənək. Bunun üçün səhnədə 2 ədəd kub yerləşdirmişəm və kublarımızda gördüyümüz kimi müxtəlif burada materiallar tətbiq etmişəm. Burada qırmızı kubumuz replikasiya olunmamış kubumuzdur. Yaşıl rəngdə gördüyümüz kub isə replikasiya olunmuş kubdur. İstənilən komponenti replikasiya etmək üçün həmin komponenti Details bölümünə keçid edirik və axtarış bölümündə Replication yazırıq. Daha sonra burada gördüyümüz Static Mesh Replicate adlı bölümü aktivləşdiririk və hal-hazırda gördüyümüz kimi qırmızı rəngli kubumuz replikasiya olunmayıb. Komponentlərimizi replikasiya etdikdən sonra oyuncu sayımızı nümunə üçün 2-yə qaldırırıq və daha sonra şəbəkəyə qoşulma növümüz Listen Server olaraq müəyyənləşdiririk və oyuna başlayırıq. Oyuna başladığımız zaman sağ tərəfdə gördüyümüz pəncərə server rolunda çıxış edən oyunçunun pəncərəsi sayılır. Sol tərəfdə gördüyümüz pəncərəmiz isə klient rolunda çıxış edən oyunçunun pəncərəsidir. Burada hal-hazırda heç bir fərqi yoxdur. Nümunə olaraq server pəncərəsi ilə oyuna başlayırıq və hal-hazırda qırmızı rəngli gördüyümüz kubumuzu digər oyunçumuzun qarşısına sürükləyirik. Və hal-hazırda səhnədə də gördüyümüz kimi əsas burada klient pəncərəsinə diqqət yetirməliyik. Çünki klient pəncərəsində gördüyümüz kimi server pəncərəsindəki oyunçumuz kubu qarşısında itələsə belə klient pəncərəsində həmin kub görünmür. Bu isə dediyimiz kimi həmin kubun replikasiya olunmadığına görə baş verir. Lakin burada qırmızı kubu deyil, yaşıl kubu bizim oyunçumuz səhnədə sürükləyən zaman bütün addımlarını klient pəncərəsində eyni ilə görmüş oluruq. Buna görə baş verir ki, burada dediyimiz kimi yaşıl rəngli kubumuzu komponent olaraq replikasiya etmişik. Məhz buna görə də hər iki pəncərə arasında hər iki oyunçunun atdığı hər bir addım bizim nümunədə yaşıl kubdan burada təbii ki söhbət gedir. Sinxron şəkildə hər iki iştirakçı tərəfindən təkrarlanacaq. Replikasiya mövzusunda digər maraqlı məsələlərdən biri hərəkətin, yəni burada movement replication'dan söhbət gedir. Hərəkətin replikasiyası olduqca vacib məsələlərdən biri sayılır multiplayer oyunlarda. Hal-hazırda movementin replikasiyasına baxacağıq sizlərlə. Bunun üçün əsas personajımızın class redaktoruna keçid edirik və burada istənilən bir nümunə üçün input təyin edə bilərik. Inputumuzu təyin etdikdən sonra flip-flop adlı operatorumuzu burada çağırırıq. Və daha sonra burada gördüyümüz kimi set replicate movement adlı funksiyanı burada çağırmalıyıq. Bu funksiyanı burada çağırmaqda əsas məqsədimiz məhz öncə sizə dediyimiz kimi şəbəkəyə qoşulmuş oyunçular arasında hərəkəti replikasiya etməkdən ibarətdir. Bunun üçün burada inReplicate bölümünü istənilən zaman aktiv və yaxud da deaktiv edə bilərik. Təbii ki bu bölümü aktivləşdirdiyimiz zaman hərəkəti replikasiya etmiş sayılacağıq. Deaktiv etdiyimiz zaman isə bu əməliyyatı əksinə icra edəcəyik. Mənim nümunəmdə R klavisinə bir dəfə klik etdiyim zaman flip-flop operatorun köməyi ilə ilkin olaraq movement replikasiyamızı söndürürük və daha sonra yenidən bu klavisə klik etdiyimiz zaman hərəkət replikasiyasını yenidən işə salacağıq. Bunun üçün səhnədə 2 ədəd öncəki dərslərimizdən də bildiyimiz kimi player startımızı yerləşdirmişik və təbii ki auto-receive input bölümünü uyğun olaraq hər bir player start üçün tənzimləmişəm. Daha sonra oyuna yenidən başlayırıq və oyuna başladığımız zaman klient pəncərəsində misal üçün oyuna başlayırıq. Hal-hazırda bizim personajımız server pəncərəsindən də gördüyümüz kimi hərəkət edir. Lakin biz personajımız hərəkətdə olan zaman R klavisinə klik edirəm hal-hazırda və buradan da gördüyümüz kimi bizim personajımız hal-hazırda klient pəncərəsində hərəkət etsə belə server pəncərəsində bu hərəkət heç bir halda görünmür
və biz yenidən R klavişinə klik etdiyimiz zaman yenidən bizim personajımız normal hərəkət etməyə başlayır. Bunun baş verməyinin əsas səbəbi ondan ibarətdir ki, biz burada R klavişinə klik etdiyimiz zaman şəbəkəyə qoşulma zamanı sessiya qırılması baş verir. Sessiya qırılması baş verən zaman isə bizim serverə göndərdiyimiz sonuncu məlumat əsas sayılaraq emal olunmağa başlayır və bu şəkildə davam edir. Məhz buna görə də bizim personajımız hərəkətdə olan zaman sessiya qırılması baş verdiyinə görə, yəni hərəkət replikasiyasını söndürdüyümə görə burada bizim personajımız hərəkət etməyə bir növ davam edir. Lakin digər pəncərələrdə, misal üçün klient pəncərəsində biz bunu görə bilmirik və yaxud da server pəncərəsində biz bunu görə bilmirik. Lakin yenidən biz R klavişinə klik etdiyimiz zaman replikasiyanı yenidən aktivləşdirdiyimizə görə bizim personajımızın atdığı hər bir addım səhnədə yenidən sinxron şəkildə təkrarlanmağa başlayır. Məhz buna görə də replikasiya normal şəkildə işləməyə davam edir. Yəni sessiya qırılmaları və digər məsələlər haqqında isə öncəki dərslərimizdə sizlərə ətraflı məlumat vermişdim. Bundan əlavə, mühərrik daxilində hərəkətin replikasiyasını nəinki burada gördüyümüz funksiya vasitəsilə birbaşa personajımızın klass redaktoru daxilindən heç bir funksiyonallıq yazmadan da həyata keçirdə bilərik. Bunun üçün sadəcə olaraq class defaults bölümünə klik edirik və details bölümündə replikasiya yazırıq burada. Daha sonra axtarış bölümündə burada gördüyümüz replicate movement adlı bölümü aktiv və yaxud da deaktiv etməklə yenidən bu əməliyyatı buradan icra edə bilərik. Növbəti olaraq mühərrik daxilində eventlərin replikasiyası haqqında öyrənək. Unreal Engine mühərriki daxilində eventlərin replikasiyası mümkündür. Daha doğrusu bu eventlər dedikdə burada əsasən custom eventlər nəzərdə tutulur. Custom eventlər haqqında isə sizlərə daha öncəki dərslərimizdə ətraflı məlumatlar vermişdim. Custom eventləri mühərrik daxilində istədiyimiz qaydada replikasiya edib istifadə edə bilərik. Bunun üçün istənilən bir ədəd custom event buraya əlavə edirik. Custom eventimizi əlavə etdikdən sonra istənilən şəkildə adlandırma həyata keçirdə bilərik. Daha sonra eventimizin üzərinə klik edirik, details bölümünə nəzər salırıq. Məhz burada qraf bölümündə replicate adlı bölüm görürük. Məhz bu bölümün köməyi ilə biz eventlərimizi replikasiya edib istifadə edə bilərik. Burada susmaya görə custom eventlər not replicated, yəni replikasiya olunmayan eventlər kimi müəyyən edilib. Bu bölümü açdığımız zaman bizə əsasən burada 4 seçim verilir. Bundan başqa burada digər vacib bir məqam bundan ibarətdir ki, mühərrik daxilində replikasiya etdiyimiz eventlərə RPC eventlər də deyilir. Yəni qısaldılmış formada bu eventlərə RPC eventlər deyəcəyik bundan sonra. Burada dediyimiz kimi eventləri replikasiya edən zaman əsasən bizə 4 seçim verilir. Susmaya görə burada not replicated, yəni replikasiya olunmayan eventlərdən burada söhbət gedir. Yəni adi bizim bildiyimiz custom eventlər burada nəzərdə tutulur. Burada gördüyümüz run on ovnik client adlı parametrin köməyi ilə bu eventimizi replikasiya edib istifadə etsək, bizim bu event vasitəsilə həyata keçirdəcəyimiz istənilən funksionallıqlar yalnız və yalnız bu eventin məxsus olduğu klass daxilində həyata keçiriləcək deməkdir. Bunun hal-hazırda praktiki sadə bir nümunəsinə baxaq. Bu eventimizi bu şəkildə replikasiya etdikdən sonra gördüyümüz kimi burada bir ədəd add static mesh komponent funksiyasının köməyi ilə sadə bir burada həndəsi fiqur seçmişəm. Məhz bu fiquru T klavişinə klik etdiyimiz zaman öz personajımızın üzərinə əlavə edəcəyəm. Lakin burada mütləq şəkildə bu komponentimizin kolliziyasını bu şəkildə söndürməyi unutmuruq. Hal-hazırda oyuna başlayırıq. Hər iki pəncərədə, yəni həm serverdə, həm klientdə bu əməliyyatın hal-hazırda icrasına baxacağıq. Misal üçün ilkin öncə server pəncərəsində oyuna başlayırıq və hal-hazırda digər klient pəncərəsində də gördüyümüz kimi mən burada T klavişinə klik edirəm və server pəncərəsində bizim personajımızın üzərinə təyin etdiyimiz konusun əlavə olunduğunu görürük. Lakin klient pəncərəsində bu dəyişikliyi hal-hazırda görmürük. Mən digər pəncərəyə keçid edirəm və hal-hazırda klient pəncərəsində oyuna davam edirik və burada yenidən T klavişinə klik edirəm və bizim klient pəncərəmizdə də personajımızın üzərinə konusun əlavə olunduğunu görürük. Lakin bu dəyişikliyin server pəncərəsində heç bir şəkildə dəyişdiyini biz görmürük.
Bu ona görə baş verir ki, biz hal-hazırda bu eventimizi burada bu şəkildə replikasiya etmişik. Yəni dediyimiz kimi run on opening klient adlı replikasiya növü seçilən zaman bu dəyişiklik yalnız və yalnız həmin bu eventin məxsus olduğu klass daxilində icra olunacaq deməkdir. Bunun praktiki nümunəsinə də sizlərlə hal-hazırda baxmış olduq. Növbəti burada gördüyümüz run on server adlı replikasiya növünü seçdiyimiz zaman adından da göründüyü kimi bu qayda ilə replikasiyanı həyata keçirdiyimiz anda bütün dəyişikliklər yalnız və yalnız serverdə həyata keçiriləcək deməkdir. Hal-hazırda bunun praktiki nümunəsinə baxırıq. Burada server pəncərəsində oyuna başlayırıq və T klavişini hal-hazırda klik edirəm. Və gördüyümüz kimi server pəncərəsində biz bu əməliyyatı icra etdik. Lakin klient pəncərəsində bu görünmür. Mən yenidən burada oyuna başlayıram və bu dəfə klient rolunda burada gördüyümüz kimi oyuna başlayıram və yenidən mən burada T klavişinə klik etdiyim zaman bu dəyişikliyin yalnız və yalnız server pəncərəsi həyata keçirildiyini sizlərlə görmüş olduq. Yəni burada adından da göründüyü kimi bu replikasiya zamanı bütün dəyişikliklər yalnız və yalnız serverdə həyata keçiriləcək deməkdir. Növbəti burada gördüyümüz multicast replikasiya zamanı etdiyimiz bütün əməliyyatlar bütün şəbəkəyə qoşulan istifadəçilər üçün görünən olacaq. Məhz bu replikasiya növü seçilən zaman burada hal-hazırda biz T klavişinə klik edirik və gördüyümüz kimi eyni əməliyyatı həm server, həm də klientimiz bizim görə bilir. Bu da burada gördüyümüz multicast adlı replikasiya rejiminin işləmə prinsipidir. Not replicated bölümü haqqında isə danışmağa heç bir lüzum yoxdur burada. Eventlərin də replikasiyasını öyrəndikdən sonra mühərrik daxilində dəyişənlərin replikasiyasını öyrənək. Ümumiyyətlə dəyişənlərin replikasiyası ilə paralel mühərrik daxilində authority adlı funksiyonallığı da sizlərlə öyrənəcəyik. Multiplayer tipli oyunlarda olduqca vacib və əvəz olunmaz bir funksiyonallıqlardır. İlkin öncə dəyişənlərin replikasiyasından danışaq. Dəyişənləri replikasiya etmək olduqca sadədir, eventlərdə olduğu kimi. İstənilən dəyişəni bu bölümdə təyin etdikdən sonra dəyişənimizin üzərinə klik edirik və burada details bölümündə, replication bölümündə bu dəyişənimizi replikasiya edib istifadə edə bilərik. Mən hal-hazırda dəyişənimizi replikasiya etmirəm. Çünki replikasiyadan əvvəl və replikasiyadan sonraki nümunələrə baxmaq üçün bizim dəyişənimiz string tipindədir və susmaya görə dəyəri 555-dir. Lakin burada authority adlı xüsusi bir makrosun köməyi ilə bu makrosun işləmə prinsipinə qayıdacağıq. Serverdə burada gördüyümüz kimi məlumatı eyni dəyişənimiz vasitəsilə 111 olaraq buraya mənimsədirik və ekrana hər iki dəyişənimizi burada gördüyümüz kimi çap edirəm. Hal-hazırda dediyimiz kimi bizim dəyişənimiz replikasiya olunmayıb və oyuna başladığımız zaman ekranın yuxarı sol küncündə hər iki klientimizdə 555, serverimizdə isə 111 yazısının çap olunduğunu burada görürük. Bu ona görə baş verir ki, bizim burada serverə ötürəcəyimiz məlumatımız 111-dir. Lakin klientə ötürəcəyimiz məlumatımız isə dəyişənimizin susmaya görə, yəni default dəyərindən burada söhbət gedir. Lakin biz burada dəyişənimizi replikasiya etsək, yəni bunun üçün replication bölümündən bu iki seçimdən birini seçməliyik. Əvvəlcə burada replicated adlı bölümü seçirəm. Artıq bizim dəyişənimiz burada replikasiya olunur və onu da diqqətinizə çatdırım ki, buradakı ümumi bizim gördüyümüz kodumuzu mütləq şəkildə event begin play adlı eventimizlə işə salmalıyıq və dəyişənimizi replikasiya etdikdən sonra oyuna başlayırıq və artıq həm klientimizdə, həm də serverimizdə ekranın yuxarı sol küncündə 111 yazısının çap olunduğunu burada sizlərlə görürük. İndi isə bunun niyə belə baş verdiyini sizlərlə burada öyrənək. Bunun üçün mən burada xüsusi bir makrosdan dediyimiz kimi istifadə etmişəm. Axtarış bölümündə sadəcə olaraq switch as authority adlı axtarış həyata keçirdirik və burada gördüyümüz bu makrosumuzu seçirik. Makrosumuzu əlavə etdikdən sonra bu makrosumuzun iki əsas çıxış parametrini burada görürük. Burada gördüyümüz authority bölməsi serverdə icra olunan bölməni bizə bildirir. Yəni burada qoşacağımız istənilən funksiyonallıq yalnız və yalnız serverdə icra olunacaq.
Remote adlanan çıxış parametrində isə qoşacağımız istənilən kod və funksiyonallıqlar yalnız və yalnız klientlərdə icra olunacaq deməkdir. Hal-hazırda bizim nümunədə eyni dəyişənimizi set etmişəm. Burada gördüyümüz kimi və dəyişənimizi set etdikdən sonra authority bölümünə birləşdirmişəm. Yəni bu da ondan xəbər verir ki, bizim bu dəyişənimizin set olunmuş burada gördüyümüz variantı birbaşa serverdə icra olunacaq və biz serverə bu dəyişənimizin default dəyərimiz 555 olsa belə burada gördüyümüz kimi 111 ötürürük və buradan çıxış parametrimizi birbaşa print string adlı bölümə birləşdiririk. Daha sonra eyni dəyişənimizi sadəcə olaraq get edirik, yəni referensimizi götürürük və birbaşa print string bölümünə bu şəkildə birləşdiririk və remote bölümündə yenidən print string adlı funksiyaya birləşdiririk. Bu şəkildə yenidən səhnədə biz hazır nəticəyə baxsaq, həm klientimizdə, həm serverdə icra olunacaq kodun 111 olduğunu hal-hazırda sizlərlə görmüş olacağıq. Çünki biz burada dəyişənimizin susmaya görə dəyərinin 555 olaraq təyin etsək belə, serverə göndərdiyimiz məlumat bu dəyişənimizi set etdikdən sonra 111-dir. Məhz buna görə də serverə ötürülən kod əsas götürülərək həm klientdə, həm server tərəfində 111 olaraq ekrana çap olunduğunu sizlərlə görmüş oluruq. Bundan əlavə dəyişənlərin replikasiyası haqqında danışan zaman replication bölümündə rep notify bölümü haqqında da mütləq şəkildə öyrənməliyik. Rep notify-ın replicated adlı parametrdən fərqi bundan ibarətdir ki, rep notify-ı seçdiyimiz zaman bizə funksiya bölümündə əlavə xüsusi bir funksiya düzəldiləcək, təbii ki, mühərrik tərəfindən. Məhz bu funksiyanın köməyi ilə bizim replikasiya olunan dəyişənimiz işə düşdüyü zaman həmin funksiyanı da özü ilə bərabər çağıracaq deməkdir. Burada hal-hazırda funksiya bölümünə fikir versək, heç bir demək olar burada funksiyamız yoxdur. Lakin dəyişənimizi seçdikdən sonra replication bölümündə rep notify bölümünü seçirəm və burada hal-hazırda gördüyümüz kimi onRep və bizim dəyişənimizin adı ilə avtomatik mühərrik bizə bir ədəd funksiya düzəltmiş oldu. Məhz bu funksiyanın daxilində də istədiyimiz funksiyonallığı burada yaza bilərik. Misal üçün burada da sadə bir nümunə olaraq print string adlı funksiyadan istifadə edirəm. Və belə bir sadə funksiyonallığımızı yazdıqdan sonra alınan nəticələri compile edirik və yenidən hazır nümunəyə baxırıq. Hal-hazırda ekranın yuxarı sol küncündən də gördüyümüz kimi bizim dəyişənimiz replikasiya olunan dəyişən sayıldığına görə bu dəyişən çağırıldığı zaman məhz ekranın yuxarı sol küncündə string replicated adlı yazının da çəhrayı rəngdə çap olunduğunu biz sizlərlə hal-hazırda görmüş oluruq. Məhz bu da dediyimiz kimi rep notify adlı replikasiya növü seçilən zaman mühərrik bizə avtomatik olaraq həmin dəyişənlə paralel hazır bir funksiya təyin edir. Məhz bu funksiyanın köməyi ilə istədiyimiz daha cəld şəkildə emal olunacaq funksiyonallığı burada istifadə edə bilərik. Ümumiyyətlə bugünkü dərsimizdə sizlərlə replikasiya mövzusunu ətraflı şəkildə öyrənmiş olduq. Mühərrik daxilində həm komponentlərin, həm hərəkətin replikasiyasını, həm eventlərin replikasiyasını və digər funksiyonallıqları, replikasiyasına aid mövzuları sizlərlə öyrənmiş olduq. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bugünkü dərsimiz bu qədər. Hamıya uğurlar.